kimininsə ailəsini dağıdıb, öz xoşbəxtliyini orada qurmaq. Bu sizcə nə qədər doğrudur? Bilməyənlər də bilsin. Ər-arvadın arasını vurmaq Allahın qəzəbinə səbəb olan ən ağır günahlardandır. Bir çox insan bunu bilmirmiş kimi öz xoşbəxtliyi və qısqanclığı üzündən başqalarının evliliğini bitirmək üçün ağılanmaz işlər görür. Unutmayaq, ev yıxanın heç vaxt öz evi olmaz. Bunların ən çox etdiyi arxaca danışmaq, tələ qurmaq, söz gəzdirmək və qeybət. İnsanların huzurunu səssizcə məhv eləyirlər. Bir ailə dağılırsa, ən çox zərəri uşaqlar görür. Səssiz qalırlar, amma içdən üzülürlər. Uşağı valideynlərindən ayırmaq yalnız bir günah deyil, bir uşağın dünyasını dağıtmaqdır. Bu günaha girməyin, yıxan yox, qurub yaradan olun, memar olun, dağıdıcı yox. Rəbbim ailələrimizi hər cür fitnədən, nəzərdən və pis insanların şərrindən qorusun. Amin. Amin.